nikah müqaviləsi barəsində daha çox danışacağıq. Ümumiyyətlə, nikah müqaviləsi nədir? Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanılır və onlar nikah dövründə, eyni zamanda nikah pozulanda ər-arvadın əmlak hüquqlarının, vəzifələrinin müəyyən edən müqavilədir. Nikah müqaviləsi ilə tərəflər, ər və arvad, birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişə bilərlər. Eyni zamanda onların birgə mülkiyyətin hansı bir formasında paylı mülkiyyət kimi digər formada onu seçə bilərlər və həmçinin o əmlakın dediyim kimi birgə paylı ayrıca mülkiyyət olması ilə bağlı razılığa gələ bilərlər. Və nikah müqaviləsi həm ər və arvadın artıq mövcud olan əmlakları ilə bağlı ola bilər. Eyni zamanda gələcəkdə əldə etdikləri əmlakla da bağlı bunu mümkündür. Və nikah müqaviləsi dediyim kimi əmlak xarakterlidir və orada həm də nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak etməsi məsələsi, ailə xərclərində iştirakın qaydası,